Deyir Allahın zatına ən yaxın olan insan yaradılışda, həyatda yeganə insan ki Allaha ebilə yaxınlaşıb o İslam Peyğəmbəridir. Cəbrail deyir ki, mən məmur oldum, Peyğəmbəri götürüm, aparam Meyraca. Subhanəl-ləzi əsra bi'abdihi leylan minəl məscidil haram iləl məscidil əqsa. Allah bir gecənin içində, Quran belə deyir, Peyğəmbəri Məscidül Haramın yanından götürdü, apardı, göyləri gəzdirdi, gətirdi, Məscid-i Əqsada qoydu yerə. Məscid-i Əqsa bilirsiniz ki, Məscidül Haram Məkkədəki Kəbə olan məsciddir. Məscid-i Əqsa Quds məscididir. Cəbrail deyir, gedirik. Ta o yerəcən getdi ki, mən ora icazəm var idi. Dayandım. Peyğəmbər dedi ki, Cəbrail, və dayandın sən? Deyir, dedim ki, ya Rəsuləllah, mənim həddim buracandı. Buradan o yana mənim icazəm yoxdur. Buradan o yana səninkidir. Mən səni buracan müşayiət eləməyə ixtiyarım var idi. Buradan o yana sən təh getməlisən. Əgər mən bu həddidən o yana keçsəm, mənim qanatlarım, şəhpərlərim yanar. Mənə icazə yoxdur. Ondan sonra deyir, Peyğəmbər getdi. Nə gördü, nə gəzdi, onlar bir 2 dənə, 3 dənə oruçluq söhbətidir. Ki, orada söhbətlər var ki, Peyğəmbərə Allah nələr göstərdi orada. Nə münacatlar elədi, Allahın nə təlim göstərdi Peyğəmbərə. Onların hamısı bizim hədislərimizdə var, kitablarımızda var. O hədislər çox nurani bir hədislər diyorlar. Quran belə deyir. İndi qabaq ayələr var. Vaxtın az olduğuna görə mən bu 2 ayəni oxuyuram. Müqəddimələri yox. Sümmə dəna fətədəllə. Peyğəmbər yaxınlaşdı. Fətədəllə. Lap yaxınlaşdı. Fəkânə qəbə qavseyn. O qədr yaxınlaşdı Allahın zatına. Ox bilirsiniz ki, kəmanla atılar ox. Kəman o əyri qaşlar kimindir ki, oxu qoyarlar kəmanın ortasına, ondan sonra çəkərlər, ox gedər. Kəman o əldə qalandır ki, bir cüt qaşa oxşuyur. Quran buyurur, bu kinayədir. Yəni ki, çox yaxın idi. Quranın kinayələrindən biri budur. Deyir, 2 kaman qədəri Allahın zatına arası var idi Peyğəmbərin. Ora qədər apardı. O ədna. Dalıcan deyir ki, ondan da yaxın. Fəkânə qəbə qavseyn. Qavs kamandır. Qavseyn yəni 2 kaman. 2 kaman qədəri qalırdı Allahın zatına. Ondan sonra deyir, o ədna. Ondan da az. İbn Abbas deyir ki, mən Peyğəmbərdən eşitdim, Həzrət Meyracdan qaydandan sonra. Dedi ki, ləmma uricə bi iləs-səma, elə ki məni apardılar Meyraca, ərşə, göyə,
dənəvtu min Rəbbi əzzə və cəll, o qədr Allahın zatına, mərhəmətinə, rəhmətinə, qudrətinə, məzhərinə yaxınlaşdım ki, kanə beyni və beynəhu qâbə qavseyn o ədna, mənlə onun arasında iki kəman, ondan da biraz az fasilə var idi, ara var idi. Peyğəmbər özü buyurur. Hüşam ibn Həkəm deyir, Həzrəti Musa ibn Cəfər əleyhissalamdan mən eşitdim. Həzrət dedi, fələmma usriyə bin nəbi. Elə ki Peyğəmbəri apardılar, seyr verdilər, yəni apardılar göylərə. Və kanə min Rəbbihi kəqqabə qavseyn, iki kəman qədəri, o ədna, ondan da az, rufi'a ləhu hicabun min hucubə, hicablar götürüldü. Hicab bilirsiniz ki nədir? Hicab yəni pərdə. Xanımlarında o örpəklərinə hicab deyirlər, yəni o örtür insanın üstün, ona görə. Deyir o pərdələrin hamısı götürüldü. Burada bir sual gəlir, çıxır ortalığa. Ki Allahla Peyğəmbərin arası bebeleydi, Allah güya cismidir. Allah hardadır ki Peyğəmbər ona? Ali aleyhissalam buyurur, la tudrikuhul absar, gözlər onu görməz. Və huvə yudrikul absar, o gözləri dərk eləyir. Gözlər onu görmür. Çünki gözün qabiliyyəti yoxdur onu görən. O cismidir. Necə ruhun görməyə gözün qabiliyyəti yoxdur. Burada oturanların hamısında ruh var. Hər kəsin bədənindən ruh çıxsa, onu tabuta qoyub aparıb qoyarlar torpağın altına.